Və dostlar, proqramımızı yazmağa davam edək. İndi isə bu kodu daxil etməkdən sonra biz ikinci yolu seçməliyik. Yəni ikinci kodları daxil etməliyik və public void yazırıq. Verilənlərimi göstər adı seçirik və string verilər adını seçməliyik, dəyişənini seçməliyik string adından və mötərizələri açırıq və daxilində yazırıq ki, SQL data adapter hissəsini qeyd edəndən sonra buna ad verməliyik. Da adını veririk və bərabərdir new qoyuaq və SQL data adapter yenidən seçirik və bunun daxilində verilər virgül bağlantı olmalıdır. Bağlantı seçirik və nöqtə virgülümüzü yaddan çıxartmırıq. Və dostlar, sonra isə dataset seçirik. Dataset yazırıq biz. Bu hissədə də ds bərabərdir new seçməliyik və yenidən dataset yazılır və mötərizəmizi açıb bağlayırıq. Nöqtə virgülümüzü qoyuruq və enter basıb aşağı düşürük ki, da nöqtə fiil və mötərizə içərisində ds daxil edirik. Nöqtə virgülümüzü yaddan çıxartmırıq. İndi isə bu verilənlərimi göstər bölməsinin daxilində DataGrid View 1-dən istifadə edəcəyik. DataGrid View 1 bölməsini, daha doğrusu elementini bura daxil edirik və nöqtə data source deməli seçirik. Bərabərdir ds daxil edirik. Nöqtə tables daxil edirik və bu cür mötərizələr içərisində 0 seçirik. Nöqtə virgülümüzü qoyuruq. Bu kodları da daxil edəndən sonra biz seçməliyik hansı elementi biz bazamızda görmək istəyirik. Yəni, daha doğrusu proqramın daxilində hansı bazanı görmək istəyirik. Verilənlərimi göstər deməli bölməsini seçirik. Kopyalayırıq bura və bu hissəsində mötərizələr içərisində yazırıq ki, select ulduz from cədvəlin adını qeyd etməliyik. Biz hansı cədvəli görmək istəyirik? Misal cədvəli adında cədvəlimiz var və kopyalayırıq bura və nöqtə virgülümüzü qoyuruq. Bu proqramımızın daxilində bunlar yaşanılacaq. Həyata keçirilir proqramımız və proqramda səhv var. Data source hissəsində səhvimiz oldu. Və biz bunu ayrı-ayrı yazmalıyıq onun üçün. Bir daha yoxlayaq. Və proqram işlədi. Bazaya daxil et düyməsinə, əslində biz burada yazmalıyıq ki, bazanı göstər. 2 düymə seçməliyik. Birini daxil etmək üçün, birini göstərmək üçün. İndi misal üçün yazırıq ki, elə bir ki, düşünün ki, burada yazılıb bazanı göstər. Bazanı göstər deyəndə sütunumuz ad, soyad, yaş, ixtisas və altında istədiyimiz elementlər əgər yazılıbsa göstəriləcək. İndi isə bunu biz ikinci
buton kimi də daxil edə bilərik. İkinci butonumuzu yazırıq bura. Və burada yaza bilərik ki, bazanı göstər. Bazanı göstər. Bazanı göstər deyəndə buradakı kodumuzu silib Ctrl X seçib bazanı göstər kodun daxilinə, yəni buton 2 klik hissəsinə daxil olub proqramımızı buradan deyil, bazanı daxil et hissəsindən görürsünüz ki, heç nə işləmir, amma bazanı göstər deyəndə işləyir və işlədi. İndi isə deməli button 1-in, yəni bazaya daxil et bölməsinin üçün seçməliyik ki, deməli bağlantı open yazırıq və mötərizəmizi açıb bağlayıb nöqtə virgülümüzü qoyuruq və bir daha bağlantı close seçirik. Yəni kodlarımızı open ilə close arasında yazırıq və SQL command seçirik. SQL command komut adında dəyişən kimi bir element daxil edirik. SQL commandla da bağlayırıq və bunun daxilində sütunlarımızın adlarını yazacağıq. Yəni ilk öncə insert daxil et, yəni into cədvəlimizin adı nə idi? Cədvəlimizin adı misal cədvəli daxil etdik və bu hissədə biz mötərizə açıb bağlayırıq. Vaxtımız çox azdır və mötərizəmizin içərisində elementimizin adını daxil edirik. Ad hissəsinə daxil edirik və ad, soyad, yaş, ixtisas seçirik və bu hissəsində də yazırıq values və bunun içərisində bunların adlarının qarşısında @ qoyuruq və onlardan fərqlənməsi üçün ilk hərfləri kiçik eləyirik. Nöqtə. Deməli soyad nöqtə virgül yaş virgül ixtisas bu hissədə kiçik hərflə yazırıq və bunları yazandan sonra deməli virgül qoyub bağlantı, burada yox, dırnaq işarəsindən sonra yazırıq bağlantı və kodumuzun sonunu nöqtə virgülümüzü yaddan çıxartmırıq. Və bundan sonra yazırıq deməli komut nöqtə parameters deməli və dostlar, deməli bu hissəsində yazırıq ki, komut parameters add with value və bu hissəsində bunları kopyalayırıq bura və yazırıq ki, nöqtə textbox1 nöqtə textbox1 nöqtə text deməli nöqtə virgülümüzü qoyuruq və bunları kopyalayırıq aşağı. Deməli bunları yazırıq 2, 3 və 4. Təəssüf ki, vaxtımız çatmır. Soyad heç çatdıra bilməyəcək. Gəlin dərslərdə görüşərik.